Bəli, hörmətli 105 FM dinləyiciləri, diqqətinizi çatdırım ki, siz artıq anonslardan da mövzumuzu eşitdiniz. Yəni göz gigiyenası nə deməkdir? Ümumiyyətlə görmə gigiyenası deyəndə siz nəyi başa düşürsüz? İstəyirəm bu mövzuda da siz aktiv olasınız və bizə zəng edib eyni zamanda WhatsApp üzərindən bizə səsli və yaxud da yazılı mesajlarınızı ünvanlaya bilərsiniz ki, biz sizin suallarınıza cavab verə bilək. Eyni zamanda istəyirəm ki, həmin mövzuda siz də öz fikirlərinizi bildirəsiniz. Siz gözlərinizin gigiyenasını necə qoruyursunuz? Buyurun. Bu yöndə hər hansı bir addımlarınız varsa bunu bizimlə bölüşün. Biz də bütün oxuyaraq bütün Azərbaycana çatdıraq ki, kimsə gözünün gigiyenasını bu tərzdə qoruyur və siz də bu yöndən istifadə edin. Təbii ki, bizim həkimimiz ona bəli cavabını versə. Xoş gəlib, səfa gətirmisiniz Ergün bəy. Necəsiz? Salamlar. Mən bütün radyo dinləyiciləri də salamlayıram. Şükür Allaha yaxşıyam. Və həmişə kimi bu studiyanın belə deyək, müsbət enerjisi məni yavaş-yavaş o əhval-ruhiyyəmi qaldırır və ümid edirəm ki, özümüzə gələn bir saat ərzində biz yararlı məlumat verəcəyik bizim radyo dinləyicilərə. Bəli, hörmətli 105 FM dinləyiciləri, biz mövzumuza elə indi keçid alırıq. Ergün həkim, belə bir mövzu seçmişik, amma istəyirəm açıqlamasını da verək. Göz gigiyenası və göz gigiyenasını başa düşdüm. Gözü hər hansısa bir yad cisimlərdən, tozdan, torpaqdan qorumaq lazımdır. Lakin görmə gigiyenası mənim üçün bir çox dinləyicilərimizə də yeni bir mövhumdur. İstəyirəm elə bu mövzu ətrafında ətraflı danışaq. Buyurun. Yəni, əslində dediyimiz kimi göz gigiyenası tamamilə doğrudur. Tam anlaya biləcəyimiz dərəcədə bir olan mövzudur. Çünki gözlər qorunmalıdır. Çirkabdan biz həmişə vurğulayırıq ki, gözümüz daxili bir üzüdür, amma xariclə bilavasitə təmasdadır və istər-istəməz onun təmizliyi qorunmalıdır ki, hər hansı bir infeksiyon təhlükə, hər hansı bir yad cisim təhlükəsi gözdən sovuşsun. Amma bundan başqa bu mövzuda yer almaqdadır, yəni görmə gigiyenası. Çünki bizim ətraf mühitlə gözümüzün təması həm bilavasitə, belə deyək də, kontaktlı təmas, yəni ki, hər hansı bir hissəciklərin gözümüzün üstünə hopması, amma bundan başqa biz həm də gözə işıq dəyir. Bəli. Mütəmadi olaraq göz işığa həssas bir üzvdür və bizim gözümüzdə olan sinir toxumasının əksər bir hissəsi məhz işığa həssasdır və görmə qabiliyyətinə malik olduğuna görə nəyi və necə görməyi də biz gələk tənzimləyək gözümüz üçün. Məsələ ondadır ki, bax bu son belə deyək də əsrlər texnoloji tərəqqi, mütəmadi olaraq mütaliənin bizim həyatımıza daha da çox vaxt alması, bunlar hamısı elə bir vəziyyətə gətirib çıxardıb ki, normalda insanın təkamül nəticəsində formalaşmış ki, göz var. O gözün normal funksiyada olmağı artıq pozulub. Və bu pozulmanın əsas səbəbi dediyim kimi bizim gündəlik həyatımızda yerinə yetirdiyimiz hərəkətlər, işlər ki var, bunların tamamilə dəyişməsidir. Yəni, əgər biz götürsək, belə deyək də, daş dövründə yaşayan insanları, onların əksər hissəsi əlbət ki, belə deyək də, yığmaqla məşğul idi, ovla məşğul idi və mütəmadi olaraq gözlərin daha çox uzağa zillləyirdilər. Müasir insan daha oturaq həyat tərzinə malikdir və gündəlik həyatımızda bizim yaxına baxmaq, yəni gözlərimizi yaxına zilləmək ehtiyacımız daha çoxdur. Bu nöqteyi nəzərdən də əlbəttə ki, biz nə dərəcədə gözümüzü yaxına zorlayırıq, onu gərək idarə edək. Bax, bunu idarə etmək üçün ilk öncə görmə gigiyenasının əsas qaydalarını bilmək lazımdır. Bəli. Və bu qaydalar mən aşağıda sadalayacaqlarımdır. Amma sadalamayın, bizə zəng var, görək bu qaydaları bilənlər varmı? Üzr istəyirəm. Eynək yazılandan sonra siz ki, eynəyə başladınız istifadə etməyə, o həmin dediyiniz saçaqlanma azaldımı, yoxsa elə olduğu kimi qalır? Eyni şeydir. Mənim sizə tövsiyəm, yenə də bax, bu yaşam bələdçisinin belə deyək, vasitəsilə istifadə edərək yaxınlaşın İstanbul NS klinikasına. Nə vaxt ki, siz Bakıya gələcəksiniz,
Biz orada sizi tam müayinədən keçirdik və ondan sonra sizin belə deyək də probleminizi aşkarlayaq. Böyük ehtimalla sizdə ya göz daxili təzyiqinin yüksək olması mövcuddur, ya da ki, ikinci mövqe bu gözünüzün billurunda olan bulantılardır. Həmin bunları nəzərə alaraq biz ilk öncə sizi müayinədən keçirtməliyik. Ondan sonra sizin bu probleminizə çözüm tapacaq. Yəni bu nöqteyi nəzərdən qəti şəkildə narahat olmayın. Çünki əgər bu eynək problemi olsaydı, sizə eynək yazılıb, siz onu taxmısınız, amma bir effekt verməyibdir. Bəli. Yəni bu effekti əldə etmək üçün təbii ki, nə etməliyik? Tək eynəklə biz gözümüzü nəyinsə bərpa olunacağını düşünməli deyilik. Yəni gəlirsiniz siz İstanbul Enes Klinikasına. Tamam. Sadalayasınız yoxsa zənginizi qəbul edək? Xeyr, sadalayaq. Birincisi, işıqlanmaya mən istəyirəm nəzər salaq. Çünki insan gözünün kəskin görmə qabiliyyəti yalnız yetəri qədər işıq olandadır. Və biz istər-istəməz həyatımızda həmişə işıqlanmaya, işıqlandırmaya, öz yaşadığımız məkanı işıqlandırmaya həmişə diqqət etmişik. Əvvəllər bu lampa vasitəsilə və s. Müasir dövrdə isə elektrik vasitəsilə, elektrik enerjisi vasitəsilə və son zamanlar elektrikə qənaət edən lampalar var. Biz bildiyimiz kimi bu iki texnologiyadır, fluorescent lampalardır, yəni hansındakı məxsusi bir boru şəklində, içərisi qazla dolu bir borudur. O işıqlanma verir. Bu əvvəllər ekonom lampalar adlanan lampalar idi və son zamanlarda diod lampalar, LED adlanan lampalar üstünlük təşkil etməkdədir. Amma lap öncədən biz lampa nakalivanya deyirlər, yəni bu xüsusi metaldan hazırlanmış lampalar idi, hansılar ki elektrik vasitəsilə qızırdı və işıq saçmağa başlayırdı. Məsələ ondadır ki, insan gözünün görmə qabiliyyəti müəyyən tezlikdədir. Yəni, həmin o işıqlanmanın nə dərəcədə, hansı tezliklə yanıb sönməsindən asılı olaraq bizim gözümüz ona alışa bilir və ya müəyyən tezliklə bizim gözümüzü yorur. İnsan üçün ən komfortlu tezlik bu 50 Hz-dən yuxarıdır. Və əslində bizim elektrik naqillərimizdə olan elektrik cəryanı dəyişən elektrik cəryanıdır və onun öz tezliyi var. Və bu da 50-60 Hz civarındadır. Əslində bu insan gözü üçün yetərlidir. Amma müəyyən lampalar, ekonom lampalar, onların üzərində bu göstərir, bu göstərici var. Müəyyən tezliyə malikdir. Yəni əslində bizim gözümüz bunu görməsə, məsələn, kamera vasitəsilə o lampaları çəksə, siz görəcəksiniz ki, işıq elə bir ki, yanıb sönür. Bəli. Video kamera vasitəsilə çəkildikdə o lampalar elə bir görüntü alındırır. Və əslində doğrudan da elədir. Bütün bu lampalarda işıq mütəmadi yanmır. İşıq müəyyən tezliklə yanıb sönür. Sadəcə bizim gözümüz o tezliyi duymur. Amma beyin onu duyur. Və özür istəyirəm, həmin o tezlik çalışmaq lazımdır ki, 50 Hz-dən aşağı olmasın. Çünki hal-hazırda yəni satışda olan lampalar var 30-40 Hz. Bax, elə lampalarla əgər siz yaşadığınız məkanı işıqlandırırsınızsa və həmin işıqlandırma altında ən əsası siz yaxına çox iş görsə, yəni diqqətinizi nəyəsə zilləməyə çalışırsınız, tutam ki, kitab oxuyursunuz və s. O zaman sizin gözləriniz çox tez yorulacaq və beyin də tez yorulacaq. Demək, ilk öncə sizin üçün işıqlandırmanın hansı dərəcədə, yəni hansı tezlikdə olmağı vacibdir. İkinci göstərici, hansı ki vacibdir, bu işıqlandırmanın səviyyəsi. Yəni, siz elə etməlisiniz ki, sizin otaqda, əgər siz hər hansı bir diqqətlə iş görürsünüzsə, bu işıqlandırmanın dərəcəsi müəyyən, belə deyək, çərçivənin içərisində olsun və bu, belə deyək, 1500-dən 3000 lümenə qədər olan işıqlandırmadır. Yəni, bu tam keyfiyyətli işıqlandırma verir. 3000 lümendən yuxarı olan işıqlandırma müəyyən dərəcədə gözün sinir toxumasını, hansı ki işığı duymalıdır, onu yoracaq. Ona görə biz tam ki otağın işıqlandırmasını seçdiyimizdə həm bu biraz mürəkkəb, belə deyək, hesablama olduğuna görə bunu tam da belə deyək də hesablama olmur. Çünki bunun üçün müəyyən biliklərə ehtiyacdır. Yəni otağın ümumi sahəsi
orada neçə dənə lampa istifadə olunur. O lampanın maksimal işıqlandırma qüvvəsi lümenlə hesablanır bu. Yəni bunların hamısını etmək mümkün deyil. Sadəcə insan gərək bir şeyə diqqət etsin. Bəli. Həmin otaqda olan işıqlandırma ilə oxuduğu mətn tam şəkildə aydın görsənirmi? Məsələn, siz kitab oxuyursunuzsa, kitabın kağızının ağı həddindən artıq çox gözü körlaşdırmırsa, yəni ki, əks-səda etmirsə o ağ. Bax, o ən azı o, belə deyək də, göstəricilərə fikir verərək seçmək olur. Bundan başqa xüsusi cihazlar da var, luxmetrlər, hansı ki, o vasitə ilə, o cihazların vasitəsilə, məsələn, yaşadığınız məkanda siz mütəxəssisi çağırıb, həmin o otağın işıqlandırmasını da yoxlatdıra bilərsiniz. Düzdür, bu artıq, belə deyək də, instrumental ölçmələrdir. Amma yenə də belə bir üsullar da var. Amma ən azı siz öz gözünüzün nə dərəcədə komfortlu olmasına diqqət etməlisiniz. Əgər siz hiss edirsinizsə ki, otaqdakı işıq sizə, məsələn, mətni oxumağa tam şəkildə imkan vermir. Siz gözlərinizi elə bir ki, yorursunuz o oxumaq üçün. O zaman, demək, işıqlandırmanı artırmaq lazımdır. Bəli. Və üçüncü məqam, işığın düşmə istiqaməti. Əgər tutalım ki, uşaq oxuyursa, kitab oxumalıdır, mütaliə etməlidir. Və bu zaman siz onun stolunun üstündə stolüstü işıq yerləşdirirsinizsə ki, onu oxumaq rahat olsun, həmin stolüstü işığın rənginə ilk öncə fikir vermək lazımdır. Hansı rəngdə olmalıdır? Əslində sarı rəngdə işıq insan gözü üçün daha yaxşı mənimsənir. Nədən? Çünki bizim hətta öz təbii billurumuz belə sarı rəngli filtrə malikdir. Və həmin billur, yəni bizim gözümüzdə yerləşən billur, bizim gözümüzə düşən işıqları sarı filtrdən keçirdərək bizim gözümüzü ötürür. Və ağ işığı göz tərəfindən mənimsənməsi daha çətindir, nəinki sarı işıq. Ona görə sarı rəngdə olan işıqlar daha rahatdır. Baxmayaraq ki, məsələn, ofislərdə çox yerdə daha çox üstünlük verirlər ağ işığa. Əslində sarı işıq insan gözünün fiziologiyası üçün daha təbii hesab olunur. Çünki bizim günəşimiz də sarı rənglə saçır. Yəni biz ona ən azı diqqət etməliyik. Bizim təkamül nəticəsində gözün formalaşması məhz bu işığın, bu dalğa uzunluğunda daha çox üstünlük təşkil edib və bu işıq altında belə deyək, formalaşıb göz alması. Və belə başa düşürəm ki, biz ümumi işıqdan deyil, masaüstü işıqlardan kitab oxuyarkən və ya nəsə yazarkən istifadə etməliyik. Çox vaxtı, yəni istifadə etməliyik deməzdim. Mən daha çox vurğulayardım ki, daha çox istifadə olunur. Nədən? Çünki bir tərəfdən bu elektrik enerjisinə həm də qənaətdir. Çünki bütün otağın işığın tam gür işıqlandırma əldə etməkdənsə, xırda bir işığı yerləşdirib, məsələn, oxuduğumuz mənbədə, yəni həmin o məntəqədə, həmin o nöqtədə biz istifadə edirik o işığı. Sadəcə bu işığın hansı yöntəmdən düşməyə də vacibdir. Çünki, məsələn, çox vaxtı işığı tən ortadan qoyurlar, amma bu düzgün deyil. Əgər siz işığı stolunuzun üstündə, masanızın üstündə yerləşdirirsinizsə ki, oxumaq üçün, o sizin sağ tərəfinizdən düşməlidir. Və çalışmaq lazımdır ki, hər hansı bir kölgə salmasın. Çünki kölgə düşdükdə o istər-istəməz bizim normal oxumamıza müşaçılıq edəcək, mane olacaq və o nöqteyi nəzərdən də uşağın gözü yorulacaqdır. Yəni, işığın düşmə səmti də mühüm rol oynayır. Baxın, biz sadəcə görmə gigiyenasından danışmağa başlamışıq və hal-hazırda yeganə ancaq işıqlanma haqda danışdıq. Bütün bunların hamısını, yəni bütün bu qaydalara riayət etmək artıq gözlərin normal görməsini və gözlərin bizim mütaliə zamanı və ya hər hansı bir diqqətimizi tələb edən iş gördüyümüz zaman bizim gözlərimizin yorulmasının qarşısını ala bilər. Bəli. Və biz hazırda dinləyicimiz xətdən görək, o necə öz gözlərinin gigiyenasını qoruyur. Hər vaxtınız xeyir, kiminlə danışırıq? Alo? Bəli, əfsuslar olsun ki, hazırda dinləyicimiz xəttdə deyil və çox maraqlıdır. Sadəcə bir işıqla mı görmə gigiyenası qorunmaqdadır? Yox, əlbəttə ki, yox. Növbəti məqam hansına ki, mən toxunmaq istəyirəm, bu daha çox ofisdə işləyən insanlara və kompüter arxasında işləyən insanlara şamil olunur. Bu, bildiyimiz kimi, yəni kompüterlər hal-hazırda getdikcə təkmilləşməkdədir və kompüterlərin ən əsası ekranı hansından ki, bizim gözlərimiz bilavasitə təmasdadır.
Onlar da mühüm rol oynuyor. Bizim gözlərimizin yorulub və ya yorulmamasında. Hansı məqamlara diqqət etmək lazımdır? İlk öncə siz kompüterlə işlədiyiniz zaman məsafədir. Yəni ekranın səthi ilə sizin gözünüzün arasındakı olan məsafə çalışmaq lazımdır 1 metrədən artıq olmasın. Çünki bu istər-istəməz yəni gözü yoracaqdır və 30 santimdən yaxın olmasın. Çünki bu da bilavasitə bizim gözümüzə müəyyən dərəcədə zərər gətirir. Bəli, elə həmin normativləri qoruyaraq mən kompüterimizdə olan mesaj var, onu oxumaq istəyirəm. Salam, sizə təşəkkür edirəm. Uğurlu, lazımlı verilişə görə. Zəhmət olmasa mənim sualıma cavab verərdiniz. 56 yaşım var, göz kipriklərim çox bir qismi ağarır və getdikcə də ağarma davam edir. Bu nə ilə əlaqəli ola bilər? Belə bir vəziyyət əslində müəyyən dərəcədə həm irsi vəziyyət hesab oluna bilər və bəzən fikir versəz, hətta görürsünüz ki, cavan insan da saçının müəyyən bir hissəsi ağarmış. Təpəl deyirlər. Bəli, tamamilə doğrudur. Bu hallar əslində bir qədər həm irsi rol oynayır, həmçinin həmin nahiyədə belə deyək, tükün qan dövranının pozulmasının da bir əks sədası ola bilər və həmçinin həmin o nahiyədə olan tüklərin kökü, yəni lukovica deyirlər də, o tüklərin kökündə gedən metabolik proseslərin daha ləng getməsi nəticəsində də baş verir. Burada sinir inervasiya, yəni sinirlə təchiz olunmanın da problemi kimi göstərir, amma əslində hər hansı bir patoloji vəziyyət kimi bu hallar qəbul edilmir. Bu sadəcə fiziologiyanın, yəni fizioloji normanın bir formasıdır. Bunun qarşısını almaq mümkündürmü və necə mümkündür? Əslində heç bir şəkildə bunun qarşısını almaq olmur. Yeganə, yəni hər hansı bir, məsələn, saçlarda ağarma olanda bu rəng vasitələrindən istifadə etmək olar, amma qalan hallarda, yəni kiprikləri rəngləməyə heç bir ehtiyac yoxdur. Əlbəttə ki, bu insana kosmetik bir effekt kimi, yəni bir narahatçılıq verirsə, o zaman bunu xüsusi salonlarda, yəni istifadə etmək olar, xüsusi rəngləmə vasitələrindən. Aydındır. Və növbəti dinləyicimiz var xəttə, eşidək görək nə istəyir. Aydındır, təşəkkür edirik zənginizi. Baxın, hər bir dərman vasitələrinin, hər bir dərman qablaşdırmalarının içərisində konservant deyilən maddələr var. Və konservantların uzun müddətli istifadəsi göz almasının göz yaşı səthini pozur, yəni onun normal fəaliyyətini pozur və belə insanların gözündə sonraki dövrdə quru göz sindromu kimi fəsad əmələ gələ bilər. Bu nöqteyi nəzərdə mənim fikrimcə mütəmadi olaraq dərmanların kontrolsuz, yəni həkim tərəfindən yazılmadan istifadəsi yol verilməzdir və mən radio dinləyicimizə təkidlə belə deyək də müraciət edirəm ki, bunu etməsin. Əgər hər hansı bir gözdəki belə deyək də fəsadın qarşısını almaq istəyirsə, yəni tozlanmanı falan, yəni onun yuyulmasını istəyirsə, adi qaynanmış təmiz su ilıq şəkildə gözü yumaq yetərlidir ki, gözün səthindəki olan hər hansı bir çirkabları, toz parçalarını gözdən yuyub təmizləməyə. Əgər məsələn bununla kifayətlənmək istəmirsə, həm də gözün müəyyən dərəcədə belə deyək də səthlərinin sakitləşməsi, vəziyyətin yüngülləşməsi, əgər hər hansı bir belə deyək sancı və narahatçılıq varsa, o zaman təbii vasitələrdən istifadə etmək olur və bunun üçün yetərlidir çoban yastığı dəmləmələri. Əlbəttə ki, bu təmiz çoban yastığı otunun şeylərinin yığılması olmalıdır, yəni orada hər hansı bir qatqı olmamalıdır və o dəmləmədən istifadə edərək həmin çoban yastığının iltihab əleyhinə təsirə malik olduğundan istifadə edərək gözləri həmin o dəmləmə ilə yumaq olar və o da gözün müəyyən dərəcədə sakitləşməsinə gətirib çıxardır və adətən də bizdə bilirsiniz də bu evdə çay dəmləməsindən də istifadə etmək olur. Bundan da istifadə etmək olar əslində, yəni çox şəkildə yox, amma arada etmək olar, çünki həmin o çay dəmləməsinin tərkibində olan kofein damarları sıxır, damarları daraldır və həmin o iltihabi proses varsa ortada, onun komponentlərindən biri, həmin o damarların gətirdiyi iltihabi hüceyrələrin həmin nahiyyə çatmasını əngəlləyir. Yəni, bax, belə vasitələrdən istifadə etmək lazımdır. Əgər dərmanı siz əl atırsınızsa, bu əlbəttə ki, yalnız həkim nəzarəti altında olmalıdır. Bəli, biz hər zaman da bunu tövsiyə edirik ki, mütləq şəkildə
istifadə edəcəyiniz və yaxud da etmək istədiyiniz hər hansı bir məsələdə, hər hansı bir maddədə həkimlə mütləq şəkildə müzakirə edərək edin və bizim bu yarım saata olan sonuncu mesajımızı oxumaq istəyirəm. Sonra biz qısa bir mahnı fasiləsinə keçid alacağıq. Salam, hər vaxtınız xeyirli olsun. Cavab və həkimimizə sualım var. Səhər yuxudan duranda göz qapaqlarım ağırlaşır və elə bir gözümə iynə batır. Bu nəyin səbəbi ola bilər? Səhər oyananda gözlərdə, göz qapaqlarında şişmələr adətən göz yaşı sistemində olan problemdir və daha çox bu göz yaşına aparan göz yaşı kanallarında olan problemdir. Belə insanlarda ola bilsin, burun tutulmaları olsun, serilik şada şişmələr, rinitlər xroniki. Əgər belə hallar olursa, mütləq şəkildə yoxlatdırmaq lazımdır. Həm lor həkimi müayinə etməlidir, həm də ki, gözlər yoxlanmalıdır. Gözün səthində quruma baş verə bilər və quru göz sindromu da eyni effekti verə bilir. Amma daha çox əksər hallarda bu məhz göz yaşının gözdən xaric olmasının əngəlləyən göz yaşı kanal problemidir. Ona görə mənim fikrimcə, yəni ilk öncə bir dənə lor həkiminin müayinəsi və sonra da göz həkiminin müayinəsi. Bəli, hörmətli 7319 nömrəli abonentimiz, sizin əgər hər hansı bir burun tutulma və yaxud da ağlamaqla bağlı şikayətiniz varsa, gözünüzdən yaş gəlmirsə, bunu bizə yazın. Çünki bizim həkimimiz elə bu haqda məlumat verdi. Daha təfərrüatlı sizin yazdığınız mesaja dair məlumat verə biləcək. Qısa bir fasilədən sonra sizinlə bərabər olacaq. Bəli, hörmətli dinləyicilər, zəngimiz var, eşidək. Alo, yəqin ki, xəttimizdə hər hansı bir nasazlıq oldu. Tahir bəy dumanlı görür əməliyyatdan sonra, bəli. Belə bir şey ola bilər. İlk öncə, əgər sizin görmənizdə əməliyyatdan ilkin dövrdə dumanlaşma olursa, bu normal bir haldır. Çünki əməliyyatdan ilkin dövrdə gözün bərpa prosesi gedir və bu adətən 1-2 həftə çəkə bilər bu hal. Bir aya qədər ola bilər ağır hallarda, amma normalda yəni görmənin bərpası getməlidir. Əgər bir aydan artıq zaman keçibsə əməliyyatdan sonra və dumanlıq hələ də qalır, bu zaman həkimə müraciət olunur. Ola bilsin ki, sizin gözünüzdə hər hansı bir refraksiyon qüsuru olsun, yəni şüa sındırma qüvvəsinin hər hansı bir nakamilliyi, o zaman sizə eynək yazılır. Əgər eynəklə də sizin görməniz bərpa olunursa və həmin dumanlaşma varsa, elə bir hallarda əlbəttə ki, mütəxəssis tərəfindən müayinə olunmalınız mütləqdir. Sizin gözlərinizin göz dibinə baxılmalıdır, gözün optik səthlərinə baxılmalıdır və əgər hər hansı bir patoloji dəyişikliyi aşkarlanırsa, onunla əlaqəli müalicələr olmalıdır. Artıq bu halda hər hansı bir proqnoz vermək çətindir, çünki əgər biz bu haldan danışırıqsa, burada müayinə edib yalnız ondan sonra qərar vermək olur. O nöqtəyə nəzərdən mən əziz dinləyicimizi dəvət edirəm, əgər istəsə İstanbul Enes Klinikasına müraciət edə bilər. Yaşam bələdçisinin adından tam təmənnasız biz sizi müayinədən keçirərik və sizdə olan problemi aşkarlayaraq həm sizin özünüzə söyləyərik ki, problem nə ilə əlaqəlidir və nə cür hansı çözümlər var. Və yaxud da elə əməliyyat keçirdiyiniz həkimə də müraciət edə bilərsiniz ki, sizin problemlə bağlı daha yaxından təfərrüatlı şəkildə maraqlanıb sizə məlumat versin. Belə ki, biz mövzumuza davam edək. İşıqdan savayı bizim görmə gigiyenamızı... Biz kompüter ekranlarından danışırdıq və kompüter ekranlarının müəyyən göstəriciləri var, hansılara siz diqqət etməlisiniz kompüterdən istifadə etdikdə. İlk öncə biz dedik ki, hansı məsafədə olmalıdır? Bu 1 metrdən yaxın, 30 santidan uzaq. 30 santidan uzaq. İkinci məqam, həmin dediyimiz tezlik məsələsidir. Məsələ ondadır ki, kompüter ekranlarında fluorescent lampalar yerləşdirilir. Onların ekranın işıqlandırılması üçün. Həmin fluorescent lampaları siz görmürsünüz. Müasir ekranlarda həm də diod lampalar da var. Diod lampalardan istifadə olunur. Və yeganə istisna hal budur ki, siz həmin lampaların tezliyini dəyişə bilirsiniz. O tezliyi dəyişmək üçün siz kompüterin ekran ayarlarına girməlisiniz və displeyin tezliyi deyilən bir göstəricini götürüb dəyişirsiniz, özünüz dəyişdirə bilərsiniz. Bunu 50 Hz-dən yuxarı qoyursunuz. Adətən 60-70 Hz müasir ekranlar və müasir video kartlar imkan verir buna. Əgər sizin video kartınız kompüterinizdə zəifdirsə, əlbəttə ki, sizə lazım olacaq
ekranın piksellərini azaldasınız. Yəni buna razрешение deyirlər, resolution. Onu azaldırsınız. Onu azaltdıqdan sonra siz ekranın tezliyini artıra biləcəksiniz. Çünki belə dediyimiz kimi video kartların çözüm qüvvəsi çox aşağıda ola bilər. Həmin hallarda siz gərək dediyimiz kimi həmin o resolution, yəni azaldasınız piksellərin ekranı. Onu etdikdən sonra siz tezliyi artıra biləcəksiniz. Dediyimiz kimi ekranın tezliyi 50 Hz-dən yuxarı olmalıdır. O zaman sizin gözləriniz yorulmayacaq. Üçüncü məqam ekrandakı hərflərin ölçüləri. Yəni çalışmaq lazımdır. Ölçüləri kiçik qoymayasınız. Bunu da ayarlamaq olur və ekranın işıqlanmasını çalışmaq lazımdır ki, ekranın işıqlanması yetəri qədər olsun. Nə gözü çox körləşdirsin gələn işıq, nə də ki, sizin hərflərin oxunmağınıza əngəl törətsin. Bax, bu göstəricilər fikir vermək lazımdır. Bir də tövsiyəniz mən verərdim icazənizlə. Bir tövsiyə verim ki, bəzən kompüter istifadəçiləri istəmirlər bunu etməyə, lakin Windows işləmci sistemində belə bir punkt var. Hərflərin optimizasiyası deyilən bir punkt var. Hərfləri sizin gözlərinizə, göz qəbul edicilərinizə daha uyğun şəkildə optimə edir. Onu mütləq şəkildə heç olmasa ayda bir dəfə edin. Çünki onu etdikdən sonra mən özümdə bunu müşahidə etdim və heç olmasa ayda bir dəfə onu edirəm. Sanki hərflər daha dolğun və daha canlı şəkildə gözümə yatımlı olur. İşıqlanmanın kontrastlığını yoxlayır, yəni kompüter bunu bir ayar kimi özü ayarlayır. Əlbəttə ki, bunu etməyə də lazımdır və həmçinin hərflərin ölçüsün və s. kimi göstəriciləri də dəyişir. Bəli. Biz davam edək, lakin dinləyicimizin zəngindən sonra. Tamam. Hər vaxtınız xeyir, kiminlə danışırıq? Çox sağ olun. Kiminlə danışırıq? Bəli, buyurun Nurullah bəy. Əlbəttə ki. Teşekkür ederiz sağınıza göre. Özünüze heç ara göndermeyin. Heç ara göndermeyin. Yo. Sizin vaxtınız. Bəli. O zaman bütün hər kəsə deyirik ki, diqqətli olun və qulaq asın. Həqiqətən də ziyanlarından danışırıq. Tamam. Çox sağ olun. Dediyimiz kimi bayaq da vurguladıq. Həmin aldığınız LED lampaların üstündə göstəricilər var. Onun vatajı, neçə vattlıq lampadır, neçə voltluq lampadır və bir dənə də göstərici olmalıdır. Orada tezliyi hertz göstərilib. Demək, H və Z hərfləri ilə qısaldılmış şəkildə. Böyük H hərfi və kiçik Z hərfi. Hertz, yəni o tezlik ölçən bir göstərici vahididir. Həmin o göstəriciyə baxın. Əgər lampanın hertzi 50 Hz-dən aşağıdırsa, o zaman əlbəttə ki, o lampaları dəyişin və çalışın sarı rəngdə, artıq onlar mövcuddur, sarı rəngli ledlərdən istifadə edin. Çünki sarı rəngdə olan işıq insan gözü üçün daha təbiidir. Uzun müddətli, kiçik hertzli işıq altında, məsələn, mütaliə edən uşaqlar əlbəttə ki, daha tez yorulacaqlar. Biz burada ziyan dedikdə, əlbəttə ki, hər hansı bir ağır xəstəliyin inkişafını nəzərdə tutmuruq. Yox, hər hansı bir ağır xəstəliyi gətirib çıxartmır. Amma gözlərin yorğunluğu, daha tez yorulma, oxuma zamanı. Bax, bu göstəricilərə təsir edir, əlbəttə ki, və uşağın normal fəaliyyətini pozur. Yəni, gündəlik fəaliyyətini biz də bilirik ki, uşaqlarımızın əsas, belə deyək də, məktəb dövründə bu oxumaqdır, evə verilən tapşırıqları yerinə yetirməkdir. Bax, bu məqamlarda əziyyət çəkə bilərlər o nöqtəyə nəzərdən. Yəni, seçiminizdə diqqətli olun və lampaları düzgün seçin. Bəli, və hər zaman mən öz ətrafımda da bunu məsləhət edirəm ki, isti lampalardan istifadə olunsun, yəni sarı işıqlardan istifadə olunsun. Çünki ağlar müəyyən bir müddətlik insanın gözünü gözəl göstərə bilir, misal üçün gözünə hər bir şey. Amma müəyyən müddətdən sonra artıq yormağa başlayır. Bəli, dediyimiz kimi bizim gözümüz formalaşıb sarı işığın altında, yəni günəş işığının altında. Ona görə
O nöqteyi nəzərdən bizim üçün daha uyğun və daha gözəl sarı rəngdə olan, sarı filtrdən keçmiş işıqlardır. Bəli. Və telefon zəngimiz var, onu da eşidək. Hər vaxtınız xeyir, kiminlə danışırıq? Salam. Buyurun Sabir bəy. Yaşınız neçədir? Aydın. Nə vaxt aşkarlanıb sizdə? Bəli. Söyləyəcəm sizə. Tamam. Teşekkür ederiz sualınıza göre radyo vasıtasıyla bizi dinleyin. Demək, makulodistrofiya yaş həddi 50-ni ötüb, ikinci dərəcəli makulodistrofiya diaqnozu qoyulub sizə. İlk öncə bilməlisiniz ki, makulodistrofiya xəstəliyinin senin makulodistrofiya adlanacaq bu artıq, yaşlarla qeyri makulodistrofiya. Bir neçə forması var, bu əsasən nəm və quru formasına bölünür. Görmə itirik. Görmənizin qabağında qarşısında əgər qara bir nöqtə varsa, sizə məşət edən, mərkəzi sahəni tutan, o zaman həmin o qara nöqtənin qarşısını almaq üçün xüsusi iynələr var, inyeksiyalar, onlar vurulmalıdır. İkinci məqam quru makulodistrofiyadısa, sizdə məxsusi müalicə aparıla bilər, xüsusi dərmanlar vasitəsilə. Bu da mövcuddur, yəni bunu da etmək olar, amma yalnız vəziyyəti yaxşılaşdırmaqdan ötəri tam şəkildə aradan qaldırmaq olmur bu xəstəliyi. İkinci məqam kök hüceyrələri haqqında danışaq. Kök hüceyrələrində bir şey bilməlisiniz. Bugün üçün bu bir cavan tibbin sahəsidir. Tam şəkildə hər hansı bir patologiyanın müalicəsi, kök hüceyrələri ilə hələ ki yoxdur. Olsun gözlü bir xəstəlik, olsun bədəndə olan hər hansı bir xəstəlik. Yəni tam şəkildə müalicəsi yoxdur. Nədən? Çünki belə deyək, kök hüceyrələri bizim bədənimizdə mövcud olan hüceyrələrdə ana hüceyrələrdir. Amma onların özlərinin nə cür aparması toxumaya yenidən düşdükdə tam da bəlli deyil. Yəni burada həm xərçəng riski var və s. Ona görə bu müalicələr sırf tədqiqat səviyyəsindədir hələ ki. Hazırlanması, yəni hər hansı bir təbii dərman vasitəsinin belə hazırlanma qaydası olmalıdır. Və siz onun konsentrasiyasını və s. gərək dəqiq və düzgün hesablayasınız. O nöqteyə nəzərdən mən bunun istifadəsini belə deyək də müəyyən dərəcədə qəbul edirəm. Yalnız tövsiyə edərdim sizə ki, siz ayurvedalarla, yəni xalq təbabəti ilə məşğul olan mütəxəssislərlə məsləhətləşib bunu sonra edəsiniz. Qaldı ki, balın istifadəsi, biz bildiyimiz kimi balın tərkibi bu daha çox şəkər molekuludur və konsentrə olunmuş bir vəziyyətdədir. Bunun tərkibində həm də fruktoza molekulu var. Yəni, hər ikisi yüksək konsentrasiyada antiseptik təsirə malikdir. Bildiyimiz kimi, bəzən yaraların üzərinə belə balı sürtürdülər ki, həmin yara ifunətlənməsin. Amma bir şey də bilmək lazımdır ki, yüksək konsentrasiyalı qlukoza həm də qızıqlandırıcı təsirə malikdir. Eyni şəkildə yüksək konsentrasiyalı duzlu məhlul da eyni effekti verir. Bu nöqteyə nəzərdən mənim məsləhətim, yəni balın damızdırılmasına müəyyən dərəcədə qaçılsın, çünki gözdə ciddi iltihabi proseslərin inkişafına gətirib çıxarda bilər. Bəli. Ümumiyyətlə, hər halda xalq təbabəti kimi dediyimiz, belə deyək də, Türkəçarə üsullarını həkim nəzarətində istifadə etsələr, Sözsüz, yəni bu sahənin də öz mütəxəssisləri var, xalq təbabəti mütəxəssisləri və bunların da ən azı illər boyu toplanmış təcrübələri var. O təcrübənin üzərində əsaslanmalıdır. Bəli, təşəkkür edirəm həkim. Çox gözəl və təfərrüatlı məlumatlarınız üçün gəldiniz, bir saat vaxtınızı Əfsusda olsun ki, tam şəkildə danışa bilmədik. Bəli, hər zaman olduğu kimi.